Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Thumma entum haula'i taktuluna enfusakum ve tukhrijuna fariqan minkum min diyarihim tezahiruna aleyhim bil ismi vel udvan ve en ya'tukum musara tufaduhum ve huve muharramun aleykum ihracuhum. Selamun aleyküm, hər vaxtınız xeyirli olsun, əziz tamaşaçılar. Bəhsimiz Bəqərə surəsinin 85-ci ayəsidir. Allah Teala bu ayənin zahiri mənasında belə buyurur. Sonra sizlər, ey Yəhudilər, bir-birinizi öldürdünüz və bir-birinizi, bir dəstəni, sizlərdən bir dəstəniz digərlərini öz evlərindən, qaldıqları yerdən çıxartdınız. Təzahərunə əleyhim bil ismi vəl udvan. Onların əleyhinə günah edərək və zülm edərək, özü də şiddətli zülm edərək bir-birinizdən kömək aldınız onların əleyhinə. Əgər sizlərə onlar tərəfindən bir əsir alındıqda fidyə verirdiniz onlara. Bir halda ki, və huve muharramun aleykum ixracuhum. Bir halda ki, onları öz yerlərindən çıxartmaq sizə haram idi. Ayə, kitabın, yəni Tövratın bəzisinə iman gətirirsiniz, bəzisinə kafir olursunuz. Fəma cəzau mən yəf'al zalika minkum illa xizyun fil hayatid dünya. Sizlərdən hər biriniz bunu edərsə, onun cəzası dünyada xar və zəlil olmaqdır və qiyamət günündə şiddətli əzaba düçar olacaqdır. Allah Taala etdiyiniz əməllərdən qafil deyil. Bu ayənin zahiri mənası həqiqətdə bu ayə keçən ayənin 84-cü ayənin davamıdır. İlk öncə bu ayəyə aid olan lüğətləri nəzərinizə çatdırım, sonra bu ayənin qısa izahını da qeyd edəcəyəm. Burada birinci keçən kəlmə təzahərunə kəlməsidir. Təzahərunə əleyhim, onların əleyhinə təzahərunə, yəni təavənunə. Təavunu təfaül babından biri digərinə kömək etmək. Bir insan əgər bir-birinə kömək edərsə, orada təzahirunə və təavənu kəlməsindən istifadə edirlər. Zəhirin də mənası, zəhir tanın zayı ilə muin mənasındadır. Yəni kömək edən. Təzahirunə, yəni kömək edirdiniz bir-birinizə. İkinci kəlmə isim kəlməsidir. Təzahirunə əleyhim bil isim. İsim biz deyəndə adətən günah kimi məna edirik. Ağay Əminülislam Təbərisi buyururlar ki, əl-ismu əl-fi'lul qəbih, əlləzi yəstəhikku bihil-ləvm. Buyurur ki, isim o pis işə deyilir ki, onun müqabilində hər kəs onu həyata keçirdərsə, həmin insan məzəmmətə layiq görünür. Bu əqli baxımdan, yəni üqəla yanında əgər insanlardan biri elə bir iş görə, elə bir addım ata ki, üqəla, ağıllı insanlar deyək, baxın buna, məzəmmət edələr onu, bu surətdə o işə ərəb dilində isim kəlməsi deyirlər. Vizir də demək olar ki, o mənadadır. Vizir, isim bir-birinə bənzər mənadır. Biz onu günah məna edirik bu baxımdan ki, günahı edən insan dünyada məzəmmətə layiqdir, axirətdə də əzaba layiqdir. Bu isim kəlməsinin mənası. Bəzən də belə deyirlər, lüğət alimlərinin bir dəstəsi belə deyirlər ki, mə'nəl isim huvə ma tənəffərə minhun nəfs və ləm yetməinnə ileyhil qəlb. Bu ki, ismin mənası lüğətdə bir sıra lüğət alimlərin nəzəridir ki, o şeylərə deyirlər ki, nəfs ona nisbətdə insanın, necə deyirlər, vücudu, varlığı ona nisbətdə nifrəti vardır. Məsələn, zülmə nisbətdə, kizib, yalana nisbətdə. Bunlar ərəb dilində ona isim deyirlər. Hər o şeyi ki, insanın təbiəti ona nifrət edirsə, onu xoşlamırsa, onu bəyənmirsə, onu ərəb dilində isim deyirlər. Vələm yetməinnəl ileyhil qəlb. Qəlbin ona meyli yoxdur bu günah işlərə. Bu barədə Peyğəmbərin də bir məşhur hədisin nəqlidir ki, Peyğəmbər bir gün Nəvasi ibn Səm'ana belə deyir, Heynə səələhu ənil birr vəl isim. Bu ravi Nəvasi ibn Səman Peyğəmbərdən soruşdu bir yaxşılıq barəsində, isim barəsində fəqalə əl-birru ma itməənnət ileyhi nəfsuk. Bir, yəni o yaxşı işlər o şeydir ki, nəfsün ona meyli vardı. Təbiətün, necə deyərlər, varlığın, vücudun, ruhun ona meyli vardı və onunla aram tapır. Amma
Vəl isim ma həqqə fi sədrik. Amma isim o şeydir ki, sənin sinin ona nisbətdə həqiqətdə onu xoşlamır, bəyənmir. Bu isim kəlməsinin mənası. Udvan kəlməsi. Udvan buyururlar ki, əl-ifrat fiz zulm. Bir var zülm, bir də ki, zülmün ən şiddətli forması. İnsan şiddətli, ifrat dərəcədə zülm edərsə ona udvan deyirlər. Digər bir kəlmə üsara kəlməsidir ki, usara həqiqətdə əsir kəlməsinin cəm formasıdır. Əsirlər mənasındadır. Bu vəl əsr əl-əxsu bil qəhr. Əgər bir şəxsi, bir şeyi zor gücünə birindən alarsansa, ona ərəb dilində əsir deyilir. Əsirlər də adətən düşmən məğlub olduqdan sonra onlar istəmirlər ki, onların əskərləri əsir düşsünlər. Zor gücünə onu əsir tutduqlarına görə, əsir götürdüklərinə görə ərəb dilində ona əsir deyirlər. Digər bir kəlmə xizi kəlməsidir. Xizyun fil həyati dünya. Xizi buyurur əs-su və zul və yaxud və zil. Xiz yəni xar olmaq və zəlil olmaq mənasındadır. Bu ayədə keçən lüğətlər. Amma bu ayənin mənası nədən ibarətdir? Bu ayə işarə elədim, əvvəlki ayənin davamıdır. Allah Teala 84-cü ayədə buyurmuşdu ki, biz siz Bəni İsraildən əhd peyman aldığıdır ki, bir-birinizin qanını tökməyin və bir-birinizi öz yaşadığınız yerlərdən, evlərdən çıxartmayın. Siz də buna iqrar elədiniz, amma əntum təşhədun, siz şahid oldunuz öz iqrarınıza, amma təəssüflər olsun ki, bu ayədə deyir ki, sümmə əntum haula ey Yəhudilər, siz bu iqrardan sonra və iqrarınıza şahid olduqdan sonra təqtulun ənfusəkum, siz bir-birinizi öldürdünüz. Allah Teala buyurur ki, sümmə əntum ya məşərə Yəhud, ey Yəhudilərin toplumu, Bəni İsraildən olan Yəhudilərin toplumu, siz öz misaqınıza, əhd peymanınıza iqrar etdikdən sonra ki, qan tökməyəcəksiniz, bir-birinizi öldürməyəcəksiniz, bir-birinizi öz yaşadığı evlərindən çıxartmayacaqsınız. Bir halda ki, siz buna özünüz şahid idiniz, bundan sonra təqtulun ənfusəkum, ey yəqtulu bə'lukum bə'za. Siz gəldiniz, bəziləriniz digərlərini öldürdünüz. Və tuxricunə fəriqən minkum min diyarihim. Siz, Yəhudilər, gəldiniz, bir-birinizi öz yaşadığınız evlərdən çıxartdınız ki, təzahərun əleyhim, ey mütəavəninə əleyhim fi ixracikum iyyam. Siz bir-birinizi özü də öz yaşadığınız evlərdən çıxartmaqda kömək aldınız. Kömək aldığınız sonra işarə edəcəm. Həqiqətdə bu Yəhudilər iki dəstə idi. Bəzilər deyirlər ki, Bəni Qureyzə və Nəzir. Bəni Qureyzə və Bəni Nəzir də deyirlər. Bu iki dənə tayfə idi, Yəhudilərdən idi. Bunlar gəldilər Mədinədə olan Os və Xəzrəz qəbilələri ilə əhd peyman bağladılar. Yəni Bəni Qureyzə ilə Bəni Nəzir, baxmayaraq ki, onlar Yəhudilərdən iki tayfə idilər, bunlar bir-birlərinə düşmən oldular. Və düşmən olduqları halda o zamanda var idi. Getdilər bunlar Osla Xəzrəz ki, bir-birinə düşmən idi. Onların hərəsi bunlardan qardaşı əhd peymanı bağladı və bunun əsasında əgər Bəni Qureyzə məsələn, Bəni Nəzirlə müharibə etsəydi, Os onların tayfasında kömək edərdi və ya da Xəzrəz qəbiləsi, onlar ki, hansı ilə əhd peyman bağlayıblarsa. Allah Teala buyurur ki, siz bu işdə ki, Yəhudilsiniz, bir-birinizi öldürmək haram idi. Bir-birinizi öz yaşadığınız yerdən xaric eləmək, çıxartmaq haram idi. Amma siz bunun əleyhinə addım atdınız. Getdiniz, hətta bu işdə bir-birinizi öldürmək ki, isimdir, yəni günahdır. Udvan ki, həddindən artıq zülmdür, haqqın əlindən almaqdır da. Siz gəldiniz, bu işdə gəldiniz, bütpərəstlər ki, Os və Xəzrəz o zaman bütpərəst idi ki, bu işdə kömək aldınız. Buyurur ki, və in yətukum usara tufaduhum və huve muharramun aleykum ixracuhum. Buyurur ki, siz bu məsələdə bir-birinizi öldürməkdə, bir-birinizi yaşadığınız evdən və yaxud da o diyardan xaric eləməkdə gəldiniz, bir-birinizdən kömək aldınız, hətta gəldiniz və in yətukum usara tufaduhum. Müharibədə istəməz əsir olur.
sizlərin tayfalarınızdan, o Yahudilərdən əsir düşəndə onun müqabilində fidyə verib onu azad eləyirdiniz. Amma bir halda ki, və huve muharramun aleykum ixracuhum, əvvəlcədən bunları öz diyarından xaric eləməklik haram idi. Siz harama giriftar olursunuz, sonra onları azad eləmək üçün fidyə verirsiniz. Öldürmək də haram idi. Yaşadığı yerlərdən çıxartmaq da haram idi. Siz onu öldürdünüz. Bəzilərdən ixrac etdiniz. Müharibə etdiniz. Müharibədə gəldiniz, əsir olanlara fidyə verib azad edirsiniz. Öldürmək hara? Öz evlərindən, yaşadığı yerlərindən çıxartmaq hara? İndi fidyə verib azad etmək hara? Buna görə bu işi əfətu'minunə bi bəzil kitab. Aya, siz kitabın, həmin o Tövratın bəzi ayələrinə iman gətirsiniz ki, Yahudiləri fidyə verib azad eləmək. Amma bəzilərinə kafir olursunuz, öldürmək haram idi, öldürürsünüz. Yaşadığınız yerdən çıxartmaq haram idi, çıxardırsınız. Necə olur? Bu harama əməl edirsiniz, o tərəfdən də fidyə verib azad edirsiniz. Bu kitabın, yəni Tövratın bəzisinə iman gətirib, bəzisinə kafir olmaq hesab olur. Bu baxımdan buyurur ki, əfətu'minunə bi bəzil kitab əlləzi fərəztu əleykum fihi fəraizi, hansı ki bu kitabda, Tövratda mən bir sıra fərizələr sizə vacib eləmişəm. Bəyyəntu lakum fihi hududi, ilahi hududları bəyan eləmişəm. Əxəstu əleykum bil əməli bima fihi misaqi, və sizdən əhd peyman aldım ki, bunda olanlara əməl edəsiniz. Fətusaddiqunə bihi, və siz də bunu təsdiq edirsiniz. Fətufadunə üsəraikum min əydə əduvvihim, və bunu əməl etdiyiniz üçün, təsdiq etdiyiniz üçün öz düşmənlərinizin əlindən əsirlərinizi alırsınız. Amma bura qədər iman gətirmişsiniz. Amma və təkfurunə bi bəz, amma kafir olsun bəzinə. Nəyə? Və təkfirunə bi bəzihi fətəcəhədunəhu və təqtulunə mən hurrimət əleykum qətlu, ya mən hərrəmtə əleykum qətlə. Buyurur ki, kafir olursunuz ayələrin bəzisini, kitabın bəzisini, yəni Tövratın inkar edirsiniz. Nəyi? Mən ki, haram eləmişdim bəzilərinizi öldürməyi, siz gəlib bəzilərinizi öldürürsünüz. Öz qovmunuzdan, öz dininizdən olanları. Və tuxricunəhum min diyarihim, öz yaşadığı yerlərdən onları çıxardırırsınız. Və qad əlimtun ennəl kufra minkum bi bəzi nəqzun minkum li əhdi və misaqı. Siz ki, kitabın, yəni Tövratın bəzisinə kafir olursunuz, həqiqətdə mənim əhd peymanımı ayaq altına qoyursunuz və nəqz edirsiniz. Davamında bu ki, fəma cəzau mən yəf'əl zalika minkum illə xizyun fil həyatid dunya. Bunu edənlər nəyi? Yəni kitabın, Tövratın bəzisinə iman gətirəsən, bəzisinə iman gətirməyəsən, hər kəs bunu edəsə, bunun cəzası deyil, məgəl bu dünyada zəlil olmaq, xar olmaq. Burada xar olmaqdan, dünyada onların xar olmağından məqsəd nədir? Bəzilər deyib ki, həmin qisas məsələsidir. Ki, kim öldürsə qisas olacaq. Amma bəzilər deyirlər ki, xeyr, məqsəd burada cizyədir. Bu dünyada o kitab əhlinə, o cümlədən Yahudilərə İslam hakimiyyəti altında əgər yaşayarlarsa, xar olaraq cizyə, xüsusi bir maliyyət verməlidir. Bəzilər deyirlər ki, xeyr, bu xiziydən, onların bu dünyada zəlil olmağından məqsəd budur ki, Allahın Rəsulü bunları, yəni Bəni Nəzir qəbiləsini şəhərdən çıxartdı, öz evlərindən çıxartdı. Bəni Qureyzə qəbiləsi də öldürüldü və onların nəsli də əsir tutuldu. Onlar üçün bu dünyada olan zilləti idi. Amma davamında buyurur ki, və yevməl qiyaməti yurəddunə ilə əşəddil əzab. Qiyamət günü əşəddi əzaba giriftar olacaqlar. Yəni bunlar bu dünyada xar olmaqdan əlavə axirətdə də əşəddi əzaba giriftar olacaqlar. Davamındası və sonunda buyurur ki, və məllahu bi qafilin əmma təməlun. Allah Taala etdiyiniz bu əməllərdən qafil deyil. Ey və məllahu bi sahin ən əmalihimil xəbisə. Yəni Allah Taala onların xəbis, xoşagəlməz əməllərini yaddan çıxartmayacaq, bəlkə onları bilir və onların müqabilində qiyamətdə əzab verəcəkdir. Hamınızı Allaha tapşırıram. Və sallallahu ala seyyidina Muhammed və alihi tahirin.